Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün 9-cu sinif buraxılış test topusundan tam zəbri ifadələr mövzusunun testlərinin davamını izah edəcəm sizə. 51-ci sualla davam edirik. Gördüyünüz kimi sualda verilib -3/4 və ilk öncə onu qeyd edim ki, əgər mənfi ədədin qüvvətində cüt ədəd verilibsə, onda mənfi işarəsi silinir. Əgər mənfi ədədin qüvvətində tək ədəd verilibsə, onda mənfi işarəsi qalmalıdır. Və burada dərəcə cüt olduğuna görə mənfi işarəsini silirik və müsbət 3/4 kimi yazırıq. Və bilirik ki, əgər bu tipli suallarda mürəkkəb ədəd verilibsə, onu sadə ruhların hasili şəklində yazmalıyıq və 12 mürəkkəb ədəddir. 12-ni sadə ruhların hasili şəklində yazanda, yəni 4 vurulsun 3 kimi yazmaq olar və 4-ün özü isə 2-nin kvadratıdır. Yəni 12-nin yerinə 2-nin kvadratı vurulsun 3 yazırıq və qüvvətdəki 2-ni də mötərizənin üzərində yazırıq. Sonra məxrəcə baxaq. Məxrəcə gördüyümüz kimi 6-nın kvadratının kvadratı verilib. Üst-üstə bu şəkildə 2 qüvvət yazılanda üstlər bir-birinə vurulur. Yəni bu 6/4 deməkdir. Yəni qüvvəti 4-dür və 6-nı isə sadə ruhların hasili şəklində yazırıq. 6-nı 2 vurulsun 3 şəklində yaza bilərik. Daha sonra isə sadələşmə aparırıq. 3/4-ü olduğu kimi saxlayırıq və demişdik ki, əgər vurma formasına mötərizədə verilibsə, onda qüvvətə yüksəltmə zamanı vuruqların hər biri ayrı-ayrılıqda qüvvətə yüksəlməlidir. Yəni 2-nin kvadratının kvadratını hesablamalıyıq. Bu da 2/4-edir. 3/1-in kvadratı isə 3/2-dir. Məxrəcdə də yenə hər birini ayrı-ayrılıqda qüvvətə yüksəltməliyik. 2/4 və 3/4 şəklində yazırıq. Sürətdəki 2/4 və məxrəcdəki 2/4 bir-birini ixtisar edir. Eyni ilə sürətdəki 3/4 və məxrəcdəki 3/4 də bir-birini ixtisar edir. Qalır 3-ün kvadratı, yəni 9. Deməli, 51-ci sualın düzgün cavabı A variantı. İndi isə növbəti sualımız 52-ci suala davam edirik. K və M-in yerinə elə bir həddi yazın ki, bərabərliliyi eynilik olsun və bu sual müxtəsər Ruma düsturu ilə bağlı bir sualdır və bu vacib bir düsturu mütləq bilmək lazımdır. Fərqin kvadratı düsturu. Əvvəlcə birinci həddin kvadratını yazırıq, ondan sonra isə birinci və ikinci həddin hasilinin 2 mislini çıxırıq və sonra isə üzərinə ikinci həddin kvadratını gəlirik. İndi isə bu qaydanı öz sualımızda tətbiq edək. Bizdə birinci hədd olaraq 2A-nın kubu verilib və bunu kvadrata yüksəltməliyik. Əvvəlcə 2-ni kvadrata yüksəldirik, 4 və A kubunun kvadratı isə A/6-dir. Ondan sonra 2 vurulsun birinci hədd, yəni 2A-nın kubu, vurulsun ikinci hədd, yəni 3B-nin kvadratı. Üstəgəl ikinci həddin kvadratı və bizə isə ikinci hədd olaraq 3B-nin kvadratı verilib. İndi isə 3B-nin kvadratının kvadratını hesablamalıyıq. 3-ün kvadratı 9 və B kvadratının kvadratı isə B/4-edir. İndi isə daha sadələşdirək. 4A/6 qalır. Orta hissəni hesablayaq. -2-ni 2-yə vurduq, -4 və onu da 3-ə vurduq, -12. A kubu və B kvadratı isə yanında olduğu kimi yazılır. Üstəgəl 9B/4. Aha, sadələşdirdik. İndi isə K və M-ə baxaq və burada K-nın yerinə verilib -12 A kubu B kvadratı, M-in yerinə isə verilib 9B/4. Onda sualımızın düzgün cavabı C variantı. İndi isə növbəti sualımız 53-cü suala davam edirik. Elə M çox həddisini tapın ki, bərabərliyini eynilikə çevirsin və gördüyümüz kimi birinci toplananın yerində M dayanıb, ikinci toplananın yerində 3x-in kvadratı çıxılsın 5xy üstəgəl 1 dayanıb və cəmin yerində isə 2x-in kvadratı üstəgəl 6xy çıxılsın 2y-in kvadratı dayanıb və məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmalıyıq. Yəni 2x-in kvadratı üstəgəl 6xy çıxılsın 2y-in kvadratından digər ifadəni çıxmaq lazımdır. Və bu ifadə şəklində verildiyinə görə mütləq mötərizədə yazılmalıdır. Buna diqqət edək. Birinci ifadəni olduğu kimi yazıram. Və ikinci ifadənin qarşısına mənfi olduğuna görə hər bir həddin işarəsi əks işarə ilə dəyişəcək. Yəni müsbət 3x-in kvadratı olacaq -3x-in kvadratı, -5xy olacaq müsbət 5xy
və müsbət 1 olacaq -1. İndi isə sadələşmə aparmalıyıq. Əvvəlcə x-in kvadratlarına baxırıq. 2x-in kvadratı çıxılsın 3x-in kvadratı alınır. -x-in kvadratı. 6xy və 5xy. Hər ikisi müsbətdir. Ona görə toplanılır. Yəni 11xy. Sonra baxırıq ki, sadəcə -2y-in kvadratı və 1 qaldı. Onda sualımızın cavabı budur. Növbəti sualımız 54-cü sualda buna bənzər bir sualdır. Elə m-cü həddəsini tapın ki, bərabərliyini n-yə çevirsin. Baxırıq ki, m azalanın yerində dayanıb. Digər ifadə 8x üstəgəl x-in kvadratı çıxılsın y-in kvadratı çıxılanın yerində dayanıb. Və digər ifadə isə fərqin yerində dayanıb. Və məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır. Əvvəlcə fərqi yazıram. Yəni 4x-in kvadratı üstəgəl 10xy çıxılsın y-in kvadratı üstəgəl 3. Olduğu kimi yazılır, heç bir işarə dəyişmədən. Üstəgəl digər ifadəni yazırıq. 8xy üstəgəl x-in kvadratı çıxılsın y-in kvadratı. Bundan sonra isə sadələşmə aparmalıyıq. Əvvəlcə x-in kvadratlarına baxırıq. 4x-in kvadratı və üstəgəl x-in kvadratı. 4x-in kvadratının üzərinə 1x-in kvadratı gələndə edir 5x-in kvadratı. Sonra x-y-lərə baxırıq. 10xy və üstəgəl 8xy edir 18xy. -y-in kvadratı və -y-in kvadratı. Hər ikisi mənfi olduğuna görə toplanır və qarşısına da mənfi yazılır. Yəni alınır -2y-in kvadratı üstəgəl 3. Deməli, sualımızın cavabı düzgün variant B variantı. Növbəti sualımız 55-ci sual. Fərqin kvadratı müxtəsər format üsulu ilə bağlıdır. Belə ki, fərqin kvadratını tapmaq üçün əvvəlcə birinci həddin kvadratını yazırıq, çıxılsın. Birinci və ikinci həddin hasilinin 2 misli, üstəgəl ikinci həddin kvadratı yazılmalıdır. Və gördüyümüz kimi burada A-nın yerinə 6 çıxılsın 2x verilib və B-nin yerində isə 7 çıxılsın 4x verilib. Və biz düsturu yığsaq, onda A çıxılsın B-nin kvadratını yazmalıyıq. Yəni A olaraq verilmiş ifadədən, yəni 6 çıxılsın 2x-dan B-ni, yəni digər ifadəni çıxmalıyıq. Və sonra isə onların kvadratını yazmalıyıq. Birinci ifadəni olduğu kimi yazıram. Dedik ki, mötərizənin qarşısında mənfi işarəsi olanda mötərizənin içindəki hər bir həddin işarəsi əks işarə ilə dəyişir. Müsbət 7 olacaq -7 və -4x olacaq müsbət 4x. İndi isə sadələşmə aparaq. 6 çıxılsın 7 alınır -1 və -2x üstəgəl 4x. Biri -1 müsbət olanda böyükdən kiçiyi çıxıb böyüyün işarəsini yazırıq. Böyük olan 4-dür. 4-dən 2-ni çıxdıq 2 və 4x-in işarəsi müsbət olduğuna görə müsbət 2x yazırıq. Kvadratı. Sualımızın cavabı budur. Ancaq variantlarda bu şəkildə verilməyib. Nə edə bilərik? Açıq şəkildə yazıram. -1 üstəgəlsin 2x-in kvadratı, yəni 2 dəfə öz-özünə vurmaq deməkdir. Bunu açıq şəkildə yazın. Daha sonra isə hər bir mötərizənin içərisindən mənfini çıxardacağım. Əgər mənfini çıxardırıqsa ortaq vuruq olaraq, onda içəridəki hər bir həddin işarəsi əks işarə ilə dəyişəcək. Olacaq müsbət 1 çıxılsın 2x. Eyni ilə digər tərəfdə də mənfini çıxarsam, yəni olacaq müsbət 1 çıxılsın 2x. Və qarşıda 2 dənə mənfi var. Demişdik ki, cüt sayda mənfi bir-birini silir. Yəni mənfilər yoxa çıxır. Qalır 1 çıxılsın 2x-in kvadratı. Düzgün cavab B variantı. 56-cı sual. Bu sual cəmin kvadratı ilə bağlı bir sualdır. Əvvəlcə birinci həddin kvadratı yazılır. Ondan sonra üstəgəl birinci və ikinci həddin hasilinin 2 misli, üstəgəl ikinci həddin kvadratı. Və gördüyümüz kimi burada A-nın yerində, yəni birinci həddin yerində 5 çıxılsın 4x yazılıb. İkinci həddin yerində isə, yəni B-nin yerində isə 2x üstəgəlsin 2 yazılıb. Və biz bu iki ifadəni toplayıb sonra isə kvadratını tapmalıyıq. Əvvəlcə yazıram 5 çıxılsın 4x üstəgəl
Digər ifadə, yəni 2x plus 2 və sonra isə bunların kvadratı tapılmalıdır. Sadələşmə edək. 5 üstəgəl 2 hər ikisi müsbət olduğuna görə müsbət 7 və mənfi 4x üstəgəlsin 2x. Biri mənfi, biri müsbət olduğuna görə böyükdən kiçiyi çıxıb böyüyün işarəsini yazırıq. Yəni 4-dən 2-ni çıxırıq. 2x və böyük mənfi olduğuna görə işarəsi də mənfi olur. Yəni alınır 7 çıxılsın 2x-in kvadratı. Sualımızın düzgün cavabı D variantı. İndi isə növbəti sualımız 57-ci suala baxırıq. İfadəsinin ən böyük qiymətini tapın. Ümumiyyətlə ifadənin ən böyük qiymətini və ya ən kiçik qiymətini tapmaq üçün ilk öncə əmsalları təyin etməliyik. Əmsallar dediyimiz nələrdir? Əgər ax-ın kvadratı üstə gəlsin bx, üstə gəlsin c şəklində bir ifadə verilibsə, burada əmsalları necə təyin edirik? Əgər hansı dəyişənin üstündə kvadrat yazılıbsa, onun qarşısına dayanan a-nı göstərir. Və dəyişənin yanında yazılıb, amma heç bir kvadrat filan yoxdur, sadəcə dəyişən yazılıbsa, onun əmsalı b-ni göstərir və yanında heç bir dəyişən, yəni hərf olmayan isə c-ni göstərir. İndi isə verilmiş ifadəyə baxaq. Mənfi a-nın kvadratı üstə gəlsin 5a, üstə gəlsin 1. Kvadratlının qarşısına dayanmış a-nı göstərir. Burada a kvadratın qarşısında mənfi dayanıb. Mənfi demək əslində mənfi 1 deməkdir. Yəni burada a əmsalı mənfi 1-dir. Yanında dəyişən olan, sadəcə dəyişən, yəni kvadrat və ya kub olmayan isə əmsalı b-ni göstərir. A-nın qarşısına dayanan 5-dir, onda əmsalı 5-dir və yanında heç bir dəyişən olmayan isə c-ni göstərir. Deməli, c-si 1-dir. Daha sonra, əgər a mənfidirsə, yəni a sıfırdan kiçikdirsə, onda n ən böyük qiyməti göstərir və n-in də düsturu var. Bu düsturu mütləq bilməliyik. 4ac çıxılsın b-nin kvadratı bölünsün 4a. A mənfi olduqda ən böyük qiymətin tapılması üçün bu düsturdan istifadə etməliyik. İndi isə düsturda dəyişənlərin bir-bir qiymətlərini qoyub yerinə hesablayaq. 4 vurulsun a-nın yerində mənfi 1, c-nin yerində 1 dayanıb, çıxılsın b-nin kvadratı, yəni 5-in kvadratı 25, bölünsün 4 vur a yerinə yenə mənfi 1 yazırıq. İndi isə sadələşdirmə aparaq. 4-ü mənfi 1-ə vurduq və sonra yəni müsbət 1-ə vurduq. Alınır mənfi 4. Çıxılsın 25. Məxrəcdə də 4-ü mənfi 1-ə vuranda alınır mənfi 4. İndi yuxarını hesablayaq. Mənfi 4 və mənfi 25. Hər ikisi mənfi olduğuna görə toplayıb qarşısına mənfi işarəsi yazırıq. Alınır mənfi 29 və məxrəcdə isə mənfi 4. Və bilirik ki, mənfini mənfiyə böləndə müsbət alınır. Yəni normal 29 bölünsün 4 kimi yazırıq və 29-un içində 4 maksimal 7 dəfə düşər. 4 və qalıq 1 və 1-i 4-ə böləndə isə 0,25 alınır. Deməli, onda sualımızın düzgün cavabı B variantı 7,25. İndi 58-ci suala baxırıq. İfadəsinin ən kiçik qiymətini hesablayın. Az öncə dediyim kimi, ən böyük qiyməti də, ən kiçik qiyməti də tapmaq üçün əvvəlcə əmsallar təyin edilir. Ax-ın kvadratı üstə gəlsin bx, üstə gəlsin c şəklində verilmiş ifadələrdə kvadratlının qarşısına dayanan a-dır və baxırıq ki, burada kvadratlı olan a-nın kvadratıdır və qarşısında heç bir şey yazılmayıb. O deməkdir ki, onun əmsalı 1-dir, yəni a 1-dir. Sadəcə dəyişən verilibsə, onun qarşısına dayanan ədəd b-dir. Burada dəyişən a-dır. Qarşısına heç nə yazılmadığına görə bu deməkdir ki, onun əmsalı 1-dir. Yəni b-nin qiyməti 1-dir. Və yanında heç bir dəyişən, yəni hərf olmayan isə c-ni göstərir. Onda c mənfi 6-dır və burada diqqətli olaq, mütləq işarəsini də olduğu kimi yazmalıyıq. Yəni mənfi 6 verilibsə, bu deməkdir c mənfi 6 olaraq qəbul olunmalıdır. Daha sonra isə ən kiçik qiyməti tapmalıyıq. Yadda saxlayaq ki, əgər a müsbətdirsə, onda n ən kiçik qiymət olur. Amma a mənfi olanda, yəni sıfırdan kiçik olanda, n onda ən böyük qiymət olur. Bu barədə funksiya mövzusuna daha ətraflı izahat verəcəm, nə üçün belə olduğunu. İndi sadəcə bunu yadda saxlayın ki, əgər a müsbətdirsə, e ən kiçik qiymətdir, a mənfidirsə, n ən böyük qiymətdir. N-in düsturunu da qeyd edim. N-in düsturu 4ac çıxılsın b-nin kvadratı
bölünsün 4A. Bu düsturdan istifadə edəcəyik. İndi isə bir-bir əmsalların qiymətlərini yerinə yazaq. 4 vurulsun A-nın yerində 1, C-nin yerində -6 çıxılsın. B-nin kvadratı B 1-dir və kvadratı da onsuz da 1 edir. Məxrəcdə isə 4 vurulsun A, A-nın yerinə yenə 1 verilib. İndi isə sürəti sadələşdirək. 4 vurulsun 1, 4 edir. Onu -6-ya vuranda alınır -24. Çıxılsın 1. Məxrəcdə isə 4-ü 1-ə vurduq, 4 alınır. -24 və -1 hər ikisini toplayıb qarşısına mənfi yazırıq. -25 bölünsün 4. Biri mənfi, biri müsbətdir. Mənfini müsbətə böləndə mənfi alınır. Və cavab mənfi olacaq. Sadələşdirmə aparsaq, yəni bunu qarşı qədədə çevirsək, 25-in içərisində 4 6 dəfədir. 4, 6 dəfə 4-ün 24 edir və qalığı isə 1-dir. Və 1-i 4-ə böləndə onluq kəsir şəklində yazanda 0,25 edir. Tamı isə 6-dır. Onda alınır 6,25 mənfi. Və onda sualımızın cavabı C variantı. 59-cu suala davam edirik. Belə bir ifadə verilib və bu ifadəni sadələşdirməliyik. Əvvəlcə başlanğıc hissəsinə baxıram. Bu çox həddinin çox həddiyə vurulmasıdır. Necə vuracağıq? Əvvəlcə birinci həddi birinciyə vururuq. Yəni 3A-nı 5-ə vururuq. Edir 15A. Ondan sonra birinci həddi ikinciyə vururuq. Yəni 3A-nı 2A-ya vururuq. Alınır müsbət 6A kvadratı. Sonra ikinci həddi birinciyə vururuq. Yəni -2-ni 5-ə vururuq. Alınır -10. Daha sonra ikinci həddi həddə vururuq. Yəni -2-ni müsbət 2A-ya vururuq. Alınır -4A. Çıxılsın. İndi isə baxırıq ki, burada mötərizənin qarşısında mənfi yazılıb. Və dedik ki, mötərizənin qarşısına mənfi olanda mötərizənin içərisindəki hər bir hədd əks işarə ilə yazılmalıdır. Mötərizənin içərisində müsbət 6A kvadratıdır və qarşısında mənfi olduğuna görə olur -6A kvadratı. Mötərizənin içərisində -10-dur, qarşısında mənfi olduğuna görə olur müsbət 10. İndi isə sadələşmələr aparaq. 6A kvadratı və -6A kvadratı toplayanda 0 edir. A-ları sadələşdirsək, 15A çıxılsın 4-ə. 15-dən 4 çıxanda müsbət 11. A və -10 və müsbət 10 toplayanda 0 edir. Çünki bunlar əks ədədlərdir. Eyni ədədin mənfisi və müsbətin toplayanda 0 alınır. Qaldı sadəcə 11A. Onda sualımızın cavabı B variantı. Növbəti sualımız 60-cı sualda isə verilmiş ifadəni çox həddi şəklində göstərməliyik. İlk öncə birinci hissədə verilmiş fərqin kvadratını hesablamalıyıq və bunun açılışını yazmaq üçün müxtəsər Roma düsturundan istifadə edirik. Deməli, əvvəlcə birinci həddin kvadratını yazırıq. Birinci hədd 3x-dir. 3x-in kvadratı isə 9x-in kvadratı edir. Çıxılsın birinci hədd, yəni 3x. Vurulsun ikinci hədd, yəni 2y-in kvadratı və bunların hasilinin 2 misli, yəni 2-yə vururuq. Üstə gəl, ikinci həddin kvadratı, yəni 2y kvadratının kvadratı. Əvvəlcə 2-nin kvadratını hesablayırıq, 4. Sonra y-in kvadratının kvadratı isə y üstü 4 edir. Çıxılsın. Daha sonra gördüyümüz kimi burada 2 dənə mötərizə verilib. Birinci mötərizənin içindəki hədlərin yerini dəyişirəm. Çünki toplamı olduğuna görə rahatlıqla yerlərini dəyişmək olar. Toplamların yerini dəyişikdə cəm dəyişmir. Ona görə yazıram 3x üstə gəlsin 2y-in kvadratı. İkinci mötərizəni isə hələlik olduğu kimi saxlayıram. İndi isə sadələşmə edək. 9x-in kvadratını olduğu kimi saxlayıram. Çıxılsın. 3-ü 2-yə vurduq 6, 6-nı 2-yə vurduq 12 və qarşıda mənfi işarəsi var, yəni -12. Hərfləri isə olduğu kimi yanında yazıram, yəni x və y-in kvadratı. Üstə gəl, 4y üstü 4 çıxılsın. Baxın, bu hissəyə diqqət edək. Burada başqa bir müxtəsər Roma düsturundan istifadə olunacaq. Bu hansı düsturdur? Düstur belədir. A üstə gəlsin B, vurulsun A çıxılsın B, bərabərdir. A-nın kvadratı çıxılsın B-nin kvadratı. Bu düstur kvadratların fərqi düsturudur və açılışı isə belədir. A üstə gəl B, vurulsun A çıxılsın B.
Bizə düsturun bu hissəsi verilib. Biz indi düsturu yığmalıyıq. Yəni birinci həddin kvadratı çıxılsın ikinci həddin kvadratı şəklində yazmalıyıq. Və gördüyümüz kimi birinci hədd 3x-dir və 3x-in kvadratını yazmalıyıq. Onda 9x-in kvadratı çıxılsın və ikinci hədd isə 2y-in kvadratıdır və bunun da kvadratını yazmalıyıq. 2-nin kvadratı 4 və y-in kvadratının kvadratı isə x+4 edir. Üstəgəl 2-ni isə olduğu kimi yazıram. Daha sonra isə yenə sadələşmə edəcəm. 9x-in kvadratı olduğu kimi yazılır. Bu hissələrdə olduğu kimi yazılır. İndi isə burada mötərizənin qarşısında mənfi işarəsi olduğuna görə hər bir həddi əks işarələ yazacağım. Müsbət 9x-in kvadratı olacaq mənfi 9x-in kvadratı. Mənfi 4 olacaq müsbət 4. Yanında da y+4 plus 2. Müsbət 9x-in kvadratı və mənfi 9x-in kvadratı islah olunur. Bunların cəmi 0-a bərabərdir. Ona görə bir-birini silir. Daha sonra isə mənfi 12x y-in kvadratını olduğu kimi yazıram. Və müsbət 4 y+4 və burada da müsbət 4 y+4 toplayanda alınır 8 y+4 plus 2. Deməli, sualımızın cavabı budur. 8 y+4 mənfi 12 x y-in kvadratı üstə gəlsin 2. 60-cı sualın düzgün cavabı C variantı. İndi isə 61-ci suala baxırıq və bu sualda müxtəsər Roma düsturları ilə bağlı bir sualdır və gördüyümüz kimi ilk hissəsində verilib ki, A-nın kubu üstə gəlsin B-nin kvadratı, vurulsun A-nın kubu çıxılsın B-nin kvadratı. Əgər eyni hədlər bir dəfə toplanır, bir dəfə çıxılırsa, onda bu bizə kvadratların fərqi düsturunu verir. Yəni əvvəlcə birinci həddin kvadratını yazmalıyıq. Yəni A-nın kubunun kvadratını yazmalıyıq. Çıxılsın ikinci həddin kvadratı, yəni burada ikinci hədd B-nin kvadratıdır. B-nin kvadratının kvadratını yazmalıyıq, çıxılsın. İndi isə digər hissəsinə keçək və burada da isə fərqin kvadratı düsturudur. Əvvəlcə birinci həddin kvadratı yazılır, yəni A-nın kubunun kvadratı çıxılsın birinci hədd, yəni A-nın kubu vurulsun ikinci hədd, yəni 3B-nin kvadratı və bunların hasilinin 2 misli. Üstə gəl ikinci həddin kvadratı. Burada ikinci hədd 3B-nin kvadratıdır və bunun da kvadratı yazılmalıdır. Və çıxılsın 3 olduğu kimi yazılır. İndi isə sadələşmələr aparaq. A-nın kubunun kvadratı A+6 edir. Çıxılsın B-nin kvadratının kvadratı B+4 edir. Çıxılsın və burada yenə A-nın kubunun kvadratı A+6 edir. Bu hissəni hesablayaq. 3-ü 2-yə vurduqda 6 və qarşıda mənfi işarəsi var. Yəni mənfi 6 B kvadratı A kubu üstə gəlin 3-ün kvadratı 9 və B-nin kvadratının kvadratı B+4. Birinci hissəni yəni olduğu kimi yazıram. Və burada ifadənin qarşısında mənfi olduğuna görə hər birinin işarəsi dəyişəcək. Olacaq mənfi 6 A+6 müsbət 6 A kubu B kvadratı və mənfi 9 B+4. İndi isə sadələşmə aparaq. Müsbət A+6 və mənfi A+6 bir-birini silir. 6A kubu B kvadratını olduğu kimi yazırıq və gördüyümüz kimi iki yerdə B+4 var. Mənfi B+4 və mənfi 9 B+4. Hər ikisi mənfi olduğuna görə toplayıb qarşısına mənfi işarəsi yazırıq. Yəni mənfi 10 B+4 çıxılsın 3. Deməli, sualımızın cavabı C variantı. 62-ci sualda da müxtəsər Roma düsturundan istifadə olunacaq. İki müxtəsər Roma düsturu verilib burada. Biri cəmin kubudur və cəmin kubunun açılışı belədir. Əvvəlcə birinci həddin kubunu yazırıq. Üstə gəl 3 vurulsun birinci həddin kvadratı vurulsun ikinci hədd. Üstə gəl 3 vurulsun birinci hədd vurulsun ikinci həddin kvadratı və üstə gəl ikinci həddin kubu. Və bunu indi sualımıza tətbiq edək və birinci həddin yerində A dayanıb. Əvvəlcə A-nın kubunu yazmalıyıq. Yəni A kubu üstə gəl
3 vurulsun birinci həddin kvadratı, yəni a-nın kvadratı, vurulsun ikinci hədd, yəni 1, üstəgəl 3 vurulsun birinci hədd, yəni a, vurulsun ikinci həddin kvadratı, yəni 1-in kvadratı, üstəgəl ikinci həddin kubu, yəni 1-in kubu. Çıxılsın. Burada 3'ü olduğu kimi yazırıq və əvvəlcə bu müxtəsər Ruma düsturunu açmalıyıq və ondan sonrası alınan ifadəni qarşısındakı bu 3'ə vurmaq lazımdır. Və bu da cəmin kvadratı düsturudur. Cəmin kvadratı düsturunda belə idi. Əvvəlcə birinci həddin kvadratı, üstəgəl birinci hədd vurulsun ikinci hədd və alınan hasilinin 2 misli, üstəgəl ikinci həddin kvadratı. Və indi isə bunu sualımıza tətbiq edək. Əvvəlcə birinci həddin kvadratını yazmalıyam. Yəni a-nın kvadratı, üstəgəl 2 vurulsun birinci hədd, yəni a, vurulsun ikinci hədd, yəni 1, üstəgəl ikinci həddin kvadratı, yəni 1-in kvadratı. Digər hissədə isə 3'ü mötərizəyə vurub açmaq lazımdır. 3'ü a-ya vururuq, 3a və 3'ü müsbət 1'ə vuranda müsbət 3 və yanında isə çıxılsın 1 yazılıb. İndi isə biraz sadələşmə aparaq. A-nın kubunu olduğu kimi yazıram və 3'ü 1'ə vurduqda 3 edir. Yanında isə a kvadratı. 1'in kvadratı 1 edir. 3'ə vurduqda alınır 3. Yanında isə a. 1'in kubu elə onsuz da 1 edir. Və burada isə mənfi 3'ü mötərizənin içərisindəki hər bir həddə vurub açmaq lazımdır. Mənfi 3'ü a kvadratına vurduqda mənfi 3a kvadratı. 2'ni a-ya vururuq və sonra 1'ə vururuq. Bu 2a-dir və bunu da qarşıdakı mənfi 3'ə vursaq mənfi 6a. 1'in kvadratı 1 edir və qarşıdakı mənfi 3'ə vursaq onda mənfi 3 edəcək. Və müsbət 3a və 3 olduğu kimi qalır və yanında isə çıxılsın 1. İndi daha da sadələşmə aparaq və a kubu sadəcə bir yerdə verilib. Ona görə a kubu olduğu kimi yazılır. Kvadratlara baxaq. 3a kvadratı və mənfi 3a kvadratı. Bunlar islah olunur, bir-birini silir. Daha sonra isə a-lara baxmalıyıq. Müsbət 3a bu edir müsbət 6a və burada da mənfi 6a var. Yəni bunlar bir-birini silir. Və gördüyümüz kimi burada müsbət 1 və bu hissədə isə mənfi 1 var. Bunlar da bir-birini silir çünki toplayanda cəmi 0 edir. Və eyni qayda ilə buradakı mənfi 3 və buradakı müsbət 3 də toplayanda 0 edir. Deməli sualımızın cavabı a kubu alındı. Düzgün cavab Y variantı. Sual 63. 2x çıxılsın 3a olarsa və 2x üstə gəlinsin 3b olarsa, 2x'in kvadratı çıxılsın 3 sıfıra bərabər olarsa, AB hasilini tapın. AB hasilini tapmaq üçün A-nın yerinə verilmiş ifadəni yazmalıyam. A-nın yerinə 2x çıxılsın 3 verilib. Onda A-nı götürüb yerinə 2x çıxılsın 3 yazıram. Və B-nin yerinə isə 2x üstə gəlinsin 3 verilib. Və bu ifadələrin bir-birinə hasili bizə müxtəsər Ruma düsturunu verir. Çünki demişdik ki, eyni hədlər bir dəfə toplanıb, bir dəfə çıxılırsa, onda bu bərabərdir. Birinci həddin kvadratı çıxılsın ikinci həddin kvadratına. Birinci həddin kvadratı, birinci hədd 2x-dir və kvadratı 4x-in kvadratı edir. Çıxılsın ikinci hədd isə 3-dür və bunun kvadratı isə 9 edir. Bu ifadəni bizim həll etməyimiz üçün x-in kvadratının qiymətini bilməliyik və ona görə də verilmiş bu aşağıdakı ifadədən x-in kvadratının qiymətini tapacağım. Və mənfi 3 digər tərəfə keçəndə alınır müsbət 3 və x-in kvadratı bərabərdir. Burada vurmadır, vurmanın tərsi isə bölmədir, yəni 3'ü bölməliyik 2-yə. X-in kvadratının qiyməti 3 bölünsün 2-dir. Və onu gətirib yuxarıdakı ifadədə yerinə yazıram. 4 vurulsun x-in kvadratı, yəni 3 bölünsün 2, çıxılsın 9. 4 və 2-ni ixtisar edirik. Qalır 2 vur 3, yəni 6, çıxılsın 9 və bunun da cavabı mənfi 3 edir. Düzgün cavab D variantı. 64-cü sualda isə A və B ifadələrini müqayisə etməliyik. Bunun üçün əvvəlcə biz mötərizələri vurub açmalıyıq.
Əvvəlcə birinci həddi birinci həddə vururam. Yəni A-nı A-ya vururam. Alınır A-nın kvadratı. Daha sonra birinci həddi ikinci həddə vururam. Yəni A-nı -9-a vururam. -9A alınır. Sonra ikinci həddi birinci həddə vururam. Yəni 6-nı A-ya vurdum. Alınır -6A. Daha sonra isə ikinci həddi ikinci həddə vururam. Yəni 6-nı -9-a vururam. Alınır -54. Və sadələşmə aparsaq alınır A kvadratı. -9 və -6 toplayanda edir -3A. -54. İndi isə B ifadəsini sadələşdirək. Əvvəlcə A-nı A-ya vururuq. Alınır A-nın kvadratı. Sonra A-nı -14-ə vururuq. Alınır -14A. Sonra ikinci həddi birinciyə vururam. Yəni 11-i A-ya vururam. Alınır 11A. Daha sonra isə 11-i -14-ə vururam. Alınır -154. Sadələşmə aparsaq A-nın kvadratı -3A çıxılsın 154. Deməli, aldıq ki, A ifadəsi bərabərdir A-nın kvadratı çıxılsın 3A çıxılsın 54 və B ifadəsi isə bərabərdir A-nın kvadratı çıxılsın 3A çıxılsın 154. Diqqət etsək, başlanğıc hissələrə eynidir. A-nın kvadratı və A-nın kvadratı -3A və -3A. Son hissəsinə baxanda isə görürük, burada -54, digər hissədə isə -154 yazılır və bilirik ki, mənfi ədədlərin müqayisəsi tərsidir. Yəni, böyük olan kiçik, kiçik olan isə böyük olur və burada -54 -154-dən böyükdür. Onda deməli, A ifadəsi B ifadəsindən böyükdür. Yəni, sualın cavabı C variantı. 65-ci sualda da yenə eyni qaydanı tətbiq edirik. Əvvəlcə birinci həddi birinci həddə vururuq. Yəni A-nı A-ya vururuq. Alınır A kvadratı. A-nı 7-yə vururuq. Alınır -7A. -8-i A-ya vururuq. Alınır -8A. Və -8-i 7-yə vururuq. Alınır -56. Sadələşmə aparsaq A-nın kvadratı çıxılsın A, çıxılsın 56 alınır. İndi isə B-ni sadələşdirək. Əvvəlcə A-nı A-ya vururuq. Alınır A-nın kvadratı. A-nı 11-ə vururuq. Alınır -11A. 10-u A-ya vururuq. Alınır -10A. Və 10-u -11-ə vururuq. Alınır -110A. Və sadələşmə aparsaq, burada alınır A kvadratı. -11 və -10 böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazırıq. Yəni -A alınır. Çıxılsın 110. Deməli, A ifadəsi bərabər oldu. A-nın kvadratı çıxılsın A və çıxılsın 56-ya. Və B ifadəsi isə bərabər oldu. A-nın kvadratı çıxılsın A, çıxılsın 110-a. Yenə başlanğıc hissələri eynidir. Ona görə son hissələrində baxırıq müqayisə etmək üçün. -56 və -110. Dedik ki, mənfi ədədlərin müqayisəsi müsbət ədədlərin müqayisəsinin tərsidir. Yəni, böyük olan əslində kiçikdir. Və burada da -110 -56-dan kiçikdir. Yəni, A, B-dən daha böyükdür. Onda sualımızın düzgün cavabı C variantı. 66-cı sualla davam edirik. Və belə bir ifadə verilib. İfadənin qiymətini yerinə qoymaq üçün əvvəlcə ifadəni sadələşdirəcəm. X çıxılsın Y olduğu kimi saxlayıram. Və gördüyümüz kimi burada Y çıxılsın X-dir. Və X çıxılsın Y və Y çıxılsın X bir-birinin əksidir. Və çıxmada əgər biz yer dəyişmə eləmək istəyiriksə, onda mütləq qarşıya bir dənə mənfi işarəsi atmalıyıq. Toplamada yer dəyişmə eləyəndə diqqətli olaq, onda qarşıya mənfi atmağa ehtiyac yoxdur. Çünki toplanan yeni dəyişəndə cəm dəyişmir. Amma əgər çıxmada yer dəyişmə etmək istəyiriksə, onda qarşıya mütləq bir dənə mənfi işarəsi atmalıyıq. Yəni, mən burada Y çıxılsın X-in yerini dəyişib, X çıxılsın Y şəklində yazıram və qarşıya mənfi atıram. Və qarşıya mənfi atanda, onda buradakı müsbət işarəsi mənfi işarəsinə çevrilir. Daha sonra isə bizə verilmiş X çıxılsın Y ifadəsinin qiymətini yerinə yazmalıyam. X çıxılsın Y 0.9-a bərabərdir. Onda X çıxılsın Y götürüb yerinə 0.9 yazıram. Çıxılsın 3-də 1 vurulsun. Yenə X çıxılsın Y götürüb yerinə 0.9 yazıram.
Və əməllər sırasına görə əvvəlcə biz vurmanı etməliyik, ondan sonra çıxmanı etməliyik. 0.9 3-ə bölünəndə alınır 0.3 və 0.9-dan da 0.3 çıxanda alınır 0.6. Sualımızın cavabı 0.6. İndi isə 67-ci suala davam edirik. X üstəgəlsin y ifadəsinin qiyməti 0.6-ya bərabərdir və aşağıda belə bir ifadə verilib və bu ifadənin qiymətini hesablamalıyıq. Deməli, gördüyümüz kimi burada x üstəgəlsin y var. Onu götürüb yerinə 0.6 yazıram. Üstəgəl 2-də 1 vurulsun. İndi isə mötərizənin içinə diqqət edək. Burada mənfi x çıxılsın y yazılıb və bu ifadə isə müsbət x üstəgəlsin y ifadəsinin əksidir və mötərizənin qarşısına mənfi olanda demişdik ki, hər bir hədd əks işarə ilə açılır və onda əgər x üstəgəlsin y 0.6-dırsa, mənfi x çıxılsın y ifadəsi isə mənfi 0.6-ya bərabərdir. Onda bu ifadəni götürüb yerinə mənfi 0.6 yazırıq. Əvvəlcə vurmanı etməliyik. Mənfi 0.6-nı 2-yə bölsək alınır mənfi 0.3. Müsbət 0.6 üstəgəlsin mənfi 0.3 və böyükdən kiçik çıxıb bölün işarəsini yazırıq. Yəni alınır müsbət 0.3. Sualımızın cavabı 0.3-dür. Sual 68. X mənfi 20-də 1 olarsa ifadəsinin qiymətini hesablayın. Bu tipli suallarda əvvəlcə ifadəni sadələşdirib, daha sonra x-in qiymətini yerinə yazmaq lazımdır. İfadəni sadələşdirək. Birinci hissə müxtəsər Roma düsturudur, fərqin kvadratı düsturudur. Əvvəlcə birinci həddin kvadratını yazırıq, yəni x-in kvadratı. Çıxılsın 2 vurulsun birinci hədd, yəni x. Vurulsun ikinci hədd, yəni 5. Üstəgəl ikinci həddin kvadratı, yəni 5-in kvadratı 25. Daha sonra isə bu hissədə mənfi x-i mötərizəyə vurub açmalıyıq. Mənfi x-i 10-a vuranda alınır mənfi 10x. Və mənfi x-i x-ə vuranda alınır mənfi x-in kvadratı. Sadələşmələr aparaq. Və burada mənfi x-in kvadratı və müsbət x-in kvadratı bir-birini silir. Çünki əks ədədlərdir, cəmi 0-a bərabərdir. Burada mənfi 10x və burada da mənfi 10x verilib. 2 dənə mənfi 10x var və hər ikisi mənfi 10 olduğuna görə toplayıb qarşısına mənfi işarəsi yazırıq. Yəni mənfi 20x. Üstəgəl 25. İfadəni sadələşdirdik. İndi isə x-in qiymətini yerinə yazmalıyıq. Mənfi 20 vurulsun. X-in qiyməti mənfi 20-də 1-dir. Yerinə yazıram. Mənfi 20-də 1, üstəgəl 25. Və mənfi 20-lər ixtisar gedir. Qalır müsbət 1 və üstəgəl 25. Sualımızın cavabı 26. 69-cu sualda eyni tipli bir sualdır. Əvvəlcə ifadəni sadələşdirəcəyik. Ondan sonra isə c-nin qiymətini yerinə yazacağıq. Və birinci hissədə fərqin kvadratı düsturu verilib. Əvvəlcə birinci həddin kvadratını yazırıq. Yəni 2-nin kvadratı 4. Çıxılsın 2 vurulsun birinci hədd, yəni 2. Vurulsun ikinci hədd, yəni c. Üstəgəl ikinci həddin kvadratı, yəni c-nin kvadratı. Daha sonra isə burada mənfi c-ni mötərizəyə vurub açmalıyıq. Mənfi c-ni c-yə vuranda alınır mənfi c kvadratı və mənfi c-ni 4-ə vuranda alınır mənfi 4c. Müsbət c kvadratı və mənfi c kvadratının cəmi 0 edir. Mənfi 4c və burada da mənfi 4c verilib. Hər ikisi mənfi olduğuna görə toplayıb qarşısına mənfi işarəsi yazırıq. Yəni mənfi 8c, müsbət 4. Və artıq ifadəni sadələşdirdik. İndi isə c-nin qiymətini yerinə yazırıq. Mənfi 8 vurulsun. C-nin qiyməti də mənfi 8-də 1-dir. Yerinə yazdıq. Üstə gəlsin 4. Mənfi 8-lər ixtisar gedir. Qalır 1 və üstə gəl 4 və cəmi 5 edir. 69-cu sualın cavabı 5.